Future Fem 2.0 qadınların sahibkarlıq və innovasiya potensialını gücləndirməsi layihəsinin açılış mərasimi keçilib. Layihə ölkənin mobil operatoru Azerselin dəstəyi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tərəfdaşlığı və bir könüllü tələbələrin əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib. Layihənin əsas məqsədi gənc qadınların sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi, innovativ düşüncə tərzinin təşviqi, liderlik potensialının gücləndirilməsi və effektiv ünsiyyət bacarıqlarının formalaşdırılmasıdır. Bu təşəbbüs çərçivəsində iştirakçılar müxtəlif təlimlər, mentorluq proqramları və praktiki fəaliyyətlər vasitəsilə öz ideyalarını inkişaf etdirmə imkanı əldə edəcəklər. Ölkədəki rəqəmsal inkişafın sürətlənməsinə, təkmilləşdirilməsinə yönəlik həyata keçirilən islahat tədbirlərinin bir hissəsi kimi, bir kiçik də olsa komponenti kimi qiymətləndirmək olar. Yəni həm dövlət qurumları arasında, həm dövlət proqramlarının əlaqəli şəkildə fəaliyyət göstərməsi üçün rəqəmsal inkişafın belə qısaca desək, inkişafını təmin edəcək şuraya rəhbərliyi Azərbaycan Respublikasının birinci vitse-prezidenti, birinci xanımı rəhbərlik edir və bu da ölkədə qadın sahibkarlığının, ümumiyyətlə gənc qızlarımızın, qadınlarımızın innovasiya yönümlü fəaliyyətinin təşviqinə düşünürəm ki, çox böyük stimul olacaqdır. Növbəti illər üçün, mərhələlər üçün inkişaf etdirmək üçün Future Fem şəbəkəsinin yaradılması nəzərdə tutulur. Həqiqətən bugünkü layihənin aktuallığı həm məzmun olaraq ölkənin belə deyək, prioritet, xüsusən də bu günlərin prioritet istiqamətlərindəndir. Həm də bir könüllü tələbələrin əməkdaşlığı İctimai Birliyinin təcrübəsinin bu layihəyə verdiyi töhfə və dəyərlə ölçülür. Mən bu layihəyə internetdə rast gələndə mənim üçün çox maraqlı görsəndi, ona görə də müraciət etdim. Sadəcə soruşmaq istədim ki, yəni bu layihədə mən burada gördüm ki, əksəriyyəti gənc xanımlardır, əksəriyyəti tələbələrdir. Yəni mənim də sahibkar olaraq burada iştirakımın doğru olub-olmadığını istədim sizlərdən dəqiqləşdirim. Mən də sahibkar olduğuma görə bura müraciət eləməyi düşündüm. Bu layihəni internetdə gördüm və mənim üçün çox maraqlı oldu. Çünki həm burada sahibkarlıq, maliyyə və innovasiyanın birləşimi kimi gördüm. Mənim də maraqlarıma çox uyğun gəldi. Mən universitet illərində, yəni maliyyə ixtisasına məzun olduğum üçün biz burada həm sahibkarlıq və maliyyə istiqamətində çoxlu dərslər gördük və düşündüm ki, bu cür bir layihə ilə də biliklərimi həm toparlaya bilərəm, həm daha innovativ sahələrdə özümü yoxlaya bilərəm. Buna əlavə innovasiyalar, data və AI istiqamətində də müxtəlif kurslar alaraq həmişə özümü inkişaf etdirməyə çalışmışam. Burada da gördüm ki, bu belə deyək, nüanslara toxunulub və çox mənim üçün xoş oldu ki, mən gəldim, qatıldım və seçildim. Future Fem 2.0 proqramını ümumilikdə sosial media üzərindən gördüm. Azersel, eləcə də bir tələbə könüllü təşkilatını əvvəlcədən izlədiyim üçün onların bu proqramından dərhal xəbərdar oldum və müraciət etdim. İmtahan nəticəsini də müvəffəqiyyətlə keçdikdən sonra proqrama seçilmə haqqı qazandım. Layihə elan olunduqdan sonra layihəyə 350-dən çox müraciət daxil olmuşdu. Layihəyə daxil olan müraciətlər əsasında biz imtahan mərhələsi həyata keçirmişik. İmtahan nəticəsinin əsasında 100 tələbə xanım layihədə iştirak haqqı qazanıb. Onlar artıq layihəyə başlayırlar. Biz mart-may aylarında layihələr həyata keçirəcək, təlimlər həyata keçirəcək. Təlimlər sahibkarlıq, innovasiya və liderlik mövzularını əhatə eləyəcək. Bu mövzular əsasında xanımlar müxtəlif mentorlar və qadın liderlər tərəfindən təlim görüşlərində iştirak eləyəcəklər, öz bilik bacarıqlarını inkişaf etdirəcəklər və qeyd edim ki, təlimlərimiz ancaq nəzəri təlimlər deyil, praktik hissəni özündə ehtiva edir. Tədbir gənc qadınların sahibkarlıq sahəsində daha fəal rol oynamasına və innovativ təşəbbüslərin dəstəkləməsinə töhfə verməyə hədəfləyir.